Yeni yasamalda təcili olaraq 2 otaqlı kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, qiymət haqqında da xəbərdar olasınız. Dəyərli izləyicilər, hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 14 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan 2 otaqlı, təmirli, qazı, suyu, işığı daimi olan bir mənzildir. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kubcadır. Lift 13-cü mərtəbəyə kimi qalxır, 14-cü mərtəbəyə pilləkənlə qalxılır. Mənzil mansard deyil, qanuni mənzildir, sənədi kubcadır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına və 211 nömrəli avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz də özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağında Əsəd Əhmədov küçəsində. Yeni inşa olmuş 14 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sayısı 60 kvadrat olan 2 otaqlı, tam təmirli, qazı, suyu, işığı, internet xətti mövcud olan bir mənzildir. İstilik sistemi kombidir. Lift 13-cü mərtəbəyə kimi qalxır, 14-cü mərtəbəyə pilləkənlə qalxılır və qanuni mənzildir, sənədi kubcadır. Qiyməti 125 min manatdır. Binanın yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Qiyməti bildirdim, 125 min manatdır, sənəd kubcadır. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.